Ona görə də xanım Zəhranı başa düşmürlər ki, sən bizdən nə istəyirsən? Xanım Zəhra da deyir ki, Əliyə zülm olunub, Əliyə, bədəlini ödəyəcəksiniz. Görür hara gedir, görür ki, din adına dinsizlik başlanır cəmiyyətdə yayılmağa. Görür, bugünə qədər görür. Onlar imamdır, övliyadır, onlar görür. Görür ki, bəşəriyyət elə bir cığıra çıxdı ki, axırı fəlakətdir. O gün qoyulan, əsası qoyulan zülmün bugün təzahürlərini görür. O gün baş verdi. İmam Hüseyin o gün öldürüldü. Əhl-i Beytin hamısına o gün zülm edildi. Xanım Zəhranın fəryadını eşitmədilər, nə qədər faciələr gəldi. Sözümü bitirirəm. Bugün bu məclisə gələnlər ya başa düşərəkdən, ya bilməyərəkdən Həzrət Fatimənin o fəryadına cavab verənlərdir. Yəni biz anlamışıq ki, Fatimiyənin mənası budur. Biz anlamışıq ki, vilayət dinin əsasıdır və Fatimə-i Zəhra salamullahi aleyha vilayətin fədaisidir. Vilayət uğrunda fəda olub. Bu elə onu göstərir ki, bu nə qədər böyük dəyərdir ki, Zəhra kimi dəyərli şəxsiyyət özünü bu yolda qurban veribsə, gör vilayət necə uca bir dəyərdir. Bundan götürün. Bu vilayət elə bir dəyərdir ki, İmam Hüseyin Kərbəlada onun üçün şəhid oldu. Deyirlər, İmam Hüseyin namaz üçün öldürüldü. Xeyr. İmam Hüseyin vilayət üçün öldürüldü. Vilayət olsa namaz da var, oruz da var, hər şey var. Din var. Yoxdursa, namaz olsa da xeyri yoxdur. Oruc olsa da xeyri yoxdur. Bura gələnlər Həzrət Zəhranın o fəryadına cavab verənlərdir. Biz 1400 ildən sonra gəlmişik ki, ana niyə ağlayırsan? Mənası budur. Biz varıq bugün. Bunu etiraf eləməyə gəlmişik. Amma Mədinə cəmaatı səbəb soruşmaq əvəzinə gəlib deyim, bunu da eləmədilər ki, soruşsunlar ki, xanım, niyə narahatsız? Bunu soruşmaq əvəzinə. Mən elə roizə oxuyuram, bax sizin üçün. Vacib deyil ki, elə açıq sözlər danışım. Vacib deyil. Elə budur, bax, əsl müsibətləri budur. O cəmiyyət gəlib səbəb soruşmaq əvəzinə ki, xanım, sizi narahat edən nədir? Peyğəmbərin bədəninin parçasısınız. Niyə görə narahatsınız? Niyə görə ağlamaq səssiz kəsilmir? Gəlib dedilər Əliyə ki, ya Əli, denən Fatiməyə ağlamasın. Ağlamaq da çox görürlər. Səbəb soruşmaq əvəzinə deyirlər ki, denən ağlamasın. Səsi bizi narahat eləyir. Qonşular gəlib deyir. Ya gecə ağlasın, ya gündüz ağlasın. Səsi bizi narahat eləyir. Çünki səsi onların yatmış vicdanlarının o sızıltısıydı. Bilirsiniz? İstəyirlər o səsi batırsınlar. O səsi eşitməsinlər. İki yerdə ağlayırdı. Ya Bəqidə ağlayırdı, ya da gedirdi Uhud şəhidlərinin, Həmzənin ziyarətinə. Sizcə bunun bir rəmzi mənası var? Yəni, hanı bir nəfər Həmzə ki, bizə kömək eləsin? Həmzə sorağındaydı. Həmzənin qəbrinin üstündə ağlayırdı ki, bir nəfər Həmzə kimisi yoxdur mu, gəlsin, vilayəti müdafiə eləsin. Beytul Əhzan bir evdir ki, hüzn evi kimi tarixdə qalıb. Sizcə bunun rəmzi mənası yoxdur. Eşitmişsiniz ki, biri üçün ev tiksinlər, xanım Zəhra üçün ev tikdilər, əleyhissalam ki, girsin onun içində ağlasın. Bu fəryad elə-belə bir emosional bir hal idi. Xeyr, bu fəryad bir mesajdır, nümayişkaranə şəkildə xanım Fatimə Zəhra bəşəriyyətə bəyan eləyir öz barışmazlığını. Bu fəryad tarixin ən ürək yandırıcı fəryadıdır. Ən ürək parçalayan fəryadıdır. Xanım Zəhranın o fəryadı bugün də qulaqlara çatmalıdır. O vaxtdan görürdü, bax bu indi deyir, müsəlmanlar belə, müsəlmanlar elə, bu müsəlman nə vaxt düzələcək, bu müsəlman deyir, xanım Zəhra onu görürdü, bax. Ki, dinin əsasını alırlar bunlardan. O fəryad, ona görə də tarixdə xanım Zəhranın fəryadı xüsusi bir nalədir, xüsusi bir fəryaddır. Tarixin gedişatına etirazdır. Etirazını ana fəryadı, özdə bilirsiniz, ana üçün fəryad bir silahdır da, balasının çətin günündə ağlayar, ifadə eləyər, onun bədbəxt gününə görə qəmli olar. Bütün ümmət xanım Zəhranın balası idi, o görürdü hara gedirlər, o uçuruma yuvarlandıqlarına görə ağlayırdılar. Xanım Zəhra ağlayırdı. Ən çox yanan anadır.
Bu həmin Zəhra idi ki, İmam Həsən deyir, gecə durdum, gördüm ki, dua eləyir. Mən də qulaq asıram. Onu dua eləyir, bunu dua eləyir, onu dua eləyir, ətrafdakıları dua eləyir. Dedim, anacan, bəs özümüzü dua eləmirsiniz. Buyurdu ki, əvvəl başqaları, sonra biz. O başqaları bilirsinizmi kim idi? Oxuyun, tarixi bilin. Bu başqaları o adamlar idi ki, xanım Zəhranın salamına cavab vermirdilər. Əli əleyhissalam gedib onların bir-bir qapısını döyürdü. Qapını xanım Zəhranın üzünə açmırdılar. Amma bala nə qədər naxələf olsa, ana analığından əl çəkməz. Ana analığından əl çəkməz. Neçə gündür bu məclislərdə bunu dedim. Neçə gündür müxtəlif məclislərdə xanım Zəhranın bu müsibətinə işarə elədim. Deməkdən də doymuram və mənim fikrimcə bir dənə bu müsibətə görə heç lazım deyil qapı ilə divar arasında qoyulmağından desən də. Yəni lazım deyil o mənada ki, heç o deyilməsə də yeri var ki, insan elə buna ağlasın, yansın bu günlərdə. Bu hansı müsibətdir? O hansı müsibətdir? Gəlir məscidə, xutbə oxuyur, çıxış eləyir, danışır. Cəmaata deyir, mənə kömək eləyin. Əlinin haqqını qəsb eləyirlər, kömək eləyin. Baxır, ay ənsar, ay mühacir. Heç kəsdən səs çıxmır. Başını aşağı salırlar, dayanırlar. Hamısı başını aşağı salanda xanımın naləsi ucalır. Onda dönür Peyğəmbərin qəbrinə. Peyğəmbəri çağırır. Qayıdır, gəlir evə. Görür Əli əleyhissalam dizini qucaqlayıb oturub evdə. Deyir, ya Əli, ya Əbəl Həsən, niyə belə vəziyyətdə oturmuşsan? Gəlib görərdin ki, məsciddə məni bugün xar elədilər. Bugün məsciddə məni hörmətsiz elədilər. Bir Əli əleyhissalam baxır ona, deyir, qul həsbiyəllah ni'məl vəkil. Denən Allah mənə kifayətdir, Fatimə. Denən Allah kifayətdir, o nə gözəl vəkildir. Allah Rəsulu neçə illər Fatiməyə hörmət göstərmişdi. Onun ayağına dururdu. Deyirdi ki, fədaha əbuha, atası ona fəda olsun. Hiyə bəzətun minni, o mənim bir parçamdır. Onun şəninə Kevsər nazil olmuşdu. Nə qədər hörmətli, əzəmətli xanım idi. Bütün hörmətini, əzəmətini, izzətini gətirdi, yığdı əlinə, tökdü Əli əleyhissalamın ayağına. Nəyi vardı? Vilayət yolunda xərclədi və bu yer adamı çox yandırır. Deyir, məsciddə ki, Əli əleyhissalamı aparmışdılar. Qolu bağlı dayanmışdı. Dedi ki, gedib atam Peyğəmbərin qəbrinin üstündə belə nəql edirlər. Deyirlər, dayanıb Əli əleyhissalam gözü qapıdadır. Elə bil ki, kömək gözləyir. Axı, hamı bilir ki, Əlinin köməyi yoxdur cəmiyyətdə. Müsəlmanlar heç kəs Əliyə kömək eləmək fikrində deyil, amma Əli kimisə gözləyir. Birdən gördülər, məscidin qapısı açıldı, Fatimə daxil oldu. Ordusu daxil oldu Əlinin. Bir nəfər bir dünyaya dəyər. Gəldi, dedi, and olsun Allaha, əgər qolunu açmasaz, gedib atam Peyğəmbərin qəbrində şikayət eləyəcəm. Deyir, gedəndə Əli əleyhissalam Salmanı göndərdi ki, get Peyğəmbər qızına denən bəddua eləməsin. Deyir, gedəndə hiss elədilər ki, məscid titrədi, qolunu açdılar Əli əleyhissalamın. Kişi üçün də çox ağır vəziyyət. Həzrət Əli xəcalətdən baş aşağı dayanıb. Gördü ki, xanım Zəhra gördü ki, elə bir xəcalətli hiss edir özünə Həzrət Fatimənin qarşısında. Həmin o yerdə gördülər ki, gəldi, dolandı Əli əleyhissalamın başına. Dedi, ruhi li ruhi kəlfida, nəfsi li nəfsi kəlviqa ya Əbəl Həsən. Ruhum ruhuva, canım canıva qurban olsun. Nəyim var sənə fəda olsun. İn kuntə fi xeyrin kuntu mək. Narahat olma, adamın yoxdur, hər halda mən sənnənəm. İn kuntə fi şərrin kuntu mək. Sən yaxşı günündə də, dar günündə də mən sənin yanındayam. Qəm qüssə çəkmə, sənin Fatimən var. Sənin Fatimən var. Mən tarixə bəyan eləyəcəm ki, sənin haqqın qəsb olundu. Gələcəyə bəyan eləyəcəm. Mən bütün bəşəriyyətə elan eləyəcəm. Dedi, məni aparın Peyğəmbərin qəbrinə. Bax, bu günlər idi elə. Axırıncı ziyarəti də Həzrət Zəhranın.
Aparın Peyğəmbərin qəbrinə. Qoluna giriblər, aparırlar. Mən sizə sual verirəm, bir 18 yaşlı xanımın qoluna niyə girib məscidə aparmalıdırlar? Deyir, taqəti yoxdur, xanımın yol getməyə taqəti yoxdur. Qoluna girib aparırlar. Məscidə çatmamış, yazırlar tarixdə. Neçə dəfə oturdu daşın üstündə nəfəsini almağa, dincəlməyə. Dedi, mənə buraxın, qolunu çəkdi, dedi, icazə verin, oturum. Nəfəsi kəsilirdi, qabırğanın ağrısı. Gəldi, daxil oldu məscidə. Peyğəmbərin qəbrinə baxdı, dedi, ya əbətə, atacan, rufiəd qüvvəti. Ata da gücüm tükəndi, qüvvəm tükəndi. Gücüm qalmadı. Və şəmu təbi ə'dai. Atacan, düşmənim mənə dil yarası vurur. Bilirsiniz, nəyi nəzərdə tuturdu? Düşünürəm bəlkə də bunu. Bilirsiniz, nə dedi xanım Zəhraya? Dedi, bağ istəyirsən, Beytulmala əl uzatma, öz bağlarımdan birini verərəm sənə. Həzrət Zəhraya belə dedi. O da gəlib Peyğəmbərin qəbrinə şikayət edir. Şəmu təbi ə'dai vəl kəmədu qatili. Atacan, qəm məni öldürür, kədər məni öldürür. Sözümü bitirirəm. Xanım Zeynəb deyir, anam gəldi evə elə o vəziyyətdə. Artıq işlərini yerinə yetirib hamısını. Boynuna düşəni eləyib, nəyi var fəda eləyib əlinin yolunda. Deyir, gəldi, daxil oldu evə. Atam da evin bir küncündə oturub. Deyir, gördüm, anam üzü qibliyə dayandı dua eləməyə. Xəstə dua eləyəndə uşaq fikirləşər ki, anası özünə şəfa istəyəcək. Deyir, anam gördüm, əlini duaya qaldırdı, bu duanı elədi. Allahümmə əccil vəfati səri'a. Deyir, ilahi, ölümümü tezləşdir. Deyir, ilahi, sən and verirəm o dizlərini qucaqlayan əlinin məzlumiyyətinə. Sən and verirəm o tənha əlinin, o adamsız əlinin məzlumiyyətinə, day öldür Fatiməni. Day, mənim taqətim yoxdur, imamın qəribliyini görüm və əlimdən bir şey gəlməsin. Artıq elədiyini eləmişdi Fatimə. Ondan sonra aram halda dünyasını dəyişdi. Əla lənətullah ələl qavmiz zalimin.